Baxırıq növbəti mövzumuza elektrik ütüsünün quruluşu və iş prinsipi. Ütü heç də yaxın zamanın kəşfi deyil. Deməli, ilk ütülər 17-ci əsrdə icad olunmuşdur. Bəs ütü nə üçün nəzərdə tutulub? Ütü parçadan hazırlanmış əşyaların qırış və əziklərinin hamarlanması üçün nəzərdə tutulmuş məişət əşyasıdır. Deməli, ütünü ilk dəfə 1882-ci ildə Henry Seeley kəşf edib. İndi bizdən burada deməli sual soruşsalar ki, ütü nə zaman kəşf edilib? 17-ci əsrdə icad olunmuşdu. Bəlkə ütünü kim neçənci ildə kəşf edib desəm, 1882-ci ildə Henry Seeley-ni götürürük. Amma ilk elektrik ütüləri 20-ci əsrdə yaradılmışdır. İlk elektrik ütüləri elektrik enerjisinin yaranması ilə elektrik ütülərinin kütləvi istehsalına başlandı. Nə ilə? Elektrik enerjisinin yaranması ilə. Rəqəmsal texnologiyaların inkişafı ilə ütü qızdırıcı cihazlardan daxili elektronika ilə doldurulmuş rəqəmsal aparata çevrildi. Rəqəmsal texnologiyanın yaranması, inkişafı ilə nə oldu? Ütümüz daha deməli geniş rəqəmsal bir aparata çevrildi. Burada ütünün hissələri göstərilib, 14 dənə hissədən ibarətdir. İndi biz onlara baxırıq ki, hansılarda hansı hissələr qeyd olunub. Birinci su püskürdəndir. Baxın, suyu buradan püskürdü, su püskürdəni. Normal ütü hamımızın gördüyü bir ev əşyasıdır, məişət əşyasıdır. İkinci, su tökmək üçün nəzərdə tutulmuş qabdır. Buranı açırıq, oradan su doldururuq içinə. Üçüncü, buxarın fasiləsiz verilməsini tənzimləyən linkdir. Buradan buxar verilir. 4-də isə buxarı vermək üçün su püskürtmək üçün düymədir. 5-də də buxar verən düymədir. 6-cı hissə dəstəyimizdir. 7-ci hissə elektrik şnurunu əyilmədən qoruyan borucuqdur. 8-ci hissə ütünün özülüdür, yəni gövdəsidir. Bu obş hissənin ütünün gövdəsi nəzərdə tutulur, özülüdür. Siqnal lampasıdır bu. Qırmızı işarə olunan 9-da siqnal lampası. 10-cu su üçün qabdır. Baxın, su tökülür. Buradan içində görürük ki, orada su var da. Su üçün qabdır. 11 ütünün temperaturunu tənzimləyən, bax bu fırlanan hissə temperaturu tənzimləyəndir. 12 özünü tənzimləmə düyməsidir. Bunu biraz qaralamışam. Aha, baxın bu hissə özünü tənzimləmə. 13 isə rezervuarda suyun səviyyə göstəricisidir. 14 isə ütünün altı, deməli, obşi 14 hissədən ibarət oldu. Bizdən soruşsalar ütünün iş prinsipi necədir? Elektrik cərəyanı qızdırıcı elementdən keçir. Bu zaman ayrılan istilik enerjisi hesabına ütü qızır və öz üzərinə düşən funksiyanı yerinə yetirilir. Bir növ çaydandakı kimidir. Çünki çaydanda da istilik enerjisi ayrılırdı və daha doğrusu elektrik enerjisi ayrılırdı, istilik enerjisinə çevrilirdi. Deməli, kinetik enerji hesabına. Burada nə göstərilib? Ütünün prinsipal sxemi göstərilib. Deməli, şəkil 2-də bu prinsipal sxemə baxırıq. Adi ütü hansı hissələrdən ibarətdir? Adi ütü hansı hissələrdən ibarət oldu? Bunu yoxdur belə. Qızdırıcı, deməli, temperatur tənzimləyicisi. 1-ə baxırıq, temperatur tənzimləyicisi. 2-yə baxırıq, daha doğrusu 1-dəki qızdırıcı elementdir. Bunu silim. Birincisi qızdırıcı element, ikincisi temperatur tənzimləyicisi, üçüncüsü siqnal lampası, dördüncü isə elektrik, deməli, çəngəlindən ibarətdir. Burada çox vaxt testdə elektrik çəngəli yerinə elektrik şnuru verirlər, amma sxemdə göstərilən çəngəldir deyə biz çəngəli götürməliyik. Deməli, temperatur tənzimləyicisi, qızdırıcı element, siqnal lampası və elektrik çəngəli. Ütüdə qızdırıcı element qismində boru şəklində olan xüsusi gövdəyə qeydirilmiş spiraldan istifadə olunur. Spiral, deməli, boru şəklində olur və gövdəyə qeydirilir. İçinə spiral qeydirilən boru yanmayan materialdan hazırlanır. Yəni nədən? Keramika və metaldan hazırlanır. Burada deməli suallara diqqət edirik. Ütünün iş prinsipi, ütü nə üçün nəzərdə tutulub desə, qırışı, əziyi hamarlamaq üçün nəzərdə tutulub. Ütünün iş prinsipi necədir desə, o qızdırıcı, deməli, elektrik enerjisini istilik enerjisinə çevirir. Daha sonra adi ütü hansı hissələrdən ibarətdir desə isə, burada prinsipial sxemə əsasən götürürük. Burada normal ütünün hissələrdir, bu isə adi ütünün hissəsi kimi göstərilmişdir. İndi gəlirik bu mövzumuzun əsas hissəsinə. Deməli, gərginlik spirala ötürüldükdə spiral bərk qızır.
Bu zaman istilik enerjisi ütünün əsas metal gövdəsinə ötürülür. Temperatur tənzimləyicisi, burada temperatur tənzimləyicisinin şəkli göstərilib. Baxın, şəkil 3-də A-da. Temperatur tənzimləyicisi ütünün temperaturunu lazımi dərəcədə tənzimləmək üçün nəzərdə tutulmuşdur. Deməli, nə edir? Temperatur tənzimləyicisi adından da bəlli olduğu kimi temperaturu tənzimləyir. O, qulpla idarə olunur. Bu da suallara düşür. Temperatur tənzimləyicisi nə ilə idarə olunur? Qulpla. Tənzimləmə ütü ilə iş zamanı temperatur verilən həddən aşağı olanda qızdırıcı elementin qoşulması, yüksələndə isə açılmasıdır. Tutaq ki, ütünün temperaturunu qoyduq 150 dərəcəyə. 150 dərəcəyə qoyuruq ütünün temperaturunu. Bu zaman deməli qızdırıcı element, yəni temperatur tənzimləyicisi qoşulur, ütü qızır. Artıq yüksəldi mi temperaturu? Bu 150-yə çatdısa, o zaman yüksələndə artıq açılır, başlayır ütü geri soymağa. Yəni burada bunu nəzərdə tutulublar. Daha sonra məişət deməli ütülərinin bir çoxlarında quraşdırılan temperatur tənzimləyicisi burada göstərilib. Onun işinə nəzər salacağıq indi. Onun əsas komponenti istilikdən asılı materialdan hazırlanmış bir metal lövhəcikdir. Aha, bunun hamısını silək. Deməli, əsas komponenti nə oldu? Yəni, temperatur tənzimləyicisinin. Bu temperatur tənzimləyicisidir. Bu şəkildə göstərilən. Əsas komponenti nədir? Bir metal lövhəcik. Bir metal lövhəcikdir onun əsas komponenti. Bu lövhəcikdə lazımi temperatur əl ilə tənzimlənir. Qızdırıcı elementlə istilik təmasında olan lövhəcik qızdırıcı elementin elektrik dövrəsini qapayan və açan kontaktlar blokunu idarə edir. Qızdırıcı deməli elementin kontaktlar blokunu idarə edir. Yəni bu idarə edir. Bax bu. Bir metal lövhəcik bu kontaktlar blokunu idarə edir. Kontaktlar bloku da nə edir? Elektrik dövrəsini qapayır və açır. Baxın, qapayan və açan kontaktlar bloku. Qapadı, açdı, nə? Kontaktlar bloku. Daha sonra baxırıq, ütüdə kontaktlar bloku 2 elastik kontakt lövhədən ibarətdir. Yəni 4-dən və 5-dən. Baxın, bu, bir də bu. Nə idi? 2 dənə elastik kontakt deməli lövhədən ibarət oldu. Yuxarı kontakt bir metal lövhəyə mil bərk edilib. Yuxarı kontaktda. Yəni bu hissəyə. Baxın, bu 1-də göstərilən nədir? 1 oldu nə? Bura yazmıram, bir də mil oldu. Mil. Bir metal lövhəyə mil bərk edildi. Deyək, bunun hamısını silim. Qarışıqlıq oldu. Yenə burada. Aha. 1-ə. 1. 1 nə oldu? Mil oldu. 1 oldu bizim nəyimiz? Milimiz. 4 ilə 5-imiz oldu isə kontaktlar blokumuz. 4 ilə bu hissə ilə bu hissə kontaktlar blokumuz. Əgər ütü soyuqdursa, nə olur? Bu 4 ilə 5 var, bax bunlar. Bunlar nə edirlər? Dövrəni qapayırlar. Biz demişdik ya, elektrik cərəyan dövrə qapalı olduqda keçir. Dövrəni qapayırlar. Bu zaman ütünün qızdırıcı elementindən, yəni bu 6-cıdan, baxın, bu 6-dan, qızdırıcı elementdir ütünün 6-cı hissəsi. 6-dan elektrik cərəyanı keçir. Dövrə qapandı, bu 6-dan, qızdırıcı elementdən elektrik cərəyanı keçir. Ütünün temperaturu lazımi həddə çatanda, məsəl üçün dedik ki, qoymuşuq 150 dərəcəyə. Bu lazımi həddir bizim, lazımi həddimizdir. Bura çatdı mı artıq? Bu zaman nə olur? Bir metal lövhə yuxarı doğru qabarır. Yəni, bu şəkil bildək ki, mil yuxarı doğru qabarır. Qabardı və bu zaman mili sıxırıq və sıxılan mil öz növbəsində bu 4 ilə 5-i bir-birindən aralayır. Onlar aralanır və nəticədə zəncir qırılır, qızdırıcı elementdən dövrə açılır, yəni bir-birindən aralanırlar. Ütü soyuyur. Ütü soyuyandan sonra yenidən bir metal lövhə düzəlir, 4 ilə 5 artıq qapanırlar. Qapanandan sonra yenidən dövrə qoşulur və ütü qızır. Yəni, bu bizim deməli prosesimizdir. Ardıcıl şəkildə eyni proses təkrar deməli davam etdirilir. Mütəmadi olaraq təkrarlanan bu proses ütünün altının temperaturunu tənzimləyən qulpun köməyi ilə lazımi həddə saxlanılır. Tənzimləmə qulpu da bu hissə nəzərdə tutulur. Şəkil deməli 3-də, şəkil B-də baxın, ikinci nə idi? Tənzimləmə qulpumuzdur. Parçanın növlərindən asılı olaraq onların ütüləmə temperaturu dəyişir. Bunu 5-ci sinifdə keçmişik. Bu səbəbdən qulpun üzərində müxtəlif temperaturla ütülənən parça növlərinin adı olan lövhə var. Temperatur tənzimləyicisinin qulpu saat əqrəbi istiqamətində də fırlanır, əksinə də fırlanır.
bax bayaq şəkildə göstərdiyi bu belə dairə şəklində, məsəl üçün burada göstərilən deməli rəqəmlər var. Neçə dərəcədə qoyursansa, bu həm saat əqrəb istiqamətində, həm də bunun əksinə fırlana bilir. Həm bu şəkildə gedir, fırlanır, həm də ki, bunun deməli əksinə fırlana bilərik. Yəni azaltmaq, çoxaltmaq üçün deməli bu miq sualı olubdur. Bimetal lövhə və kontakt lövhələr arasındakı məsafələr dəyişir. Aha, yəni tutaq ki, qoyduq 150 dərəcəyə, bu zaman nə olacaq? İndi baxırıq. Əgər ara məsafəmiz azdır, məsələn, ütünün temperaturunu 100 dərəcəyə qoymuşuq. Ara məsafə azdır, yəni orada. Bu zaman nə olur? Kontakt lövhələr aşağı temperaturda açır. Əksinə, böyükdürsə, ütünün temperaturu yüksək dərəcəyə qızır. Yəni, kontaktlar arasında məsafə tutaq ki, buradan, baxın, belə göstərim də. Biz tutaq ki, 100-ə qoymuşuq bunun dərəcəsini, 100 buradadır. Buradan bura gələnə kimi, bura gələnə kimi. Nə qədərdir? Məsafəmiz azdır, düzdürmü? Bu zaman nə olur? Aşağı temperaturda, yəni bunun fasiləsiz yanıb sönməsi daha tez-tez olur, fasiləli şəkildə. Temperaturumuz nə oldu? Aşağı, ara məsafəmiz az oldu. Amma yox, bunun deməli temperaturunu qoymuşuq, bir dəqiqə pozdum. Aha. Burada sıfırdır. Tutaq ki, burada olsun nə? 250 dərəcədir. Bunun ara məsafəsi nədir? Çoxdur. Temperatur yüksəkdirsə, ara məsafəmiz də daha yüksək olur. İndi deməli, baxırıq nəyə? Hər ütüdə siqnal lampası var. Qızdırıcı element şəbəkəyə qoşulanda yanır, açılanda isə sönür. Verilən temperatur nə qədər aşağıdırsa, siqnal lampasının yanıb sönməsi arasında fasilə bir o qədər çox olur. Dediyim kimi, baxın, yenə çəkirəm, göstərirəm. Bura sıfırdır. Tutaq ki, burada oldu 150 dərəcə. Buradan bura gəlir, tutaq ki, 2 dəqiqəyə bu 150 dərəcəyə qızdı. Məsəl üçün deyirəm, 2 dəqiqəyə. Qızdı mı? Yenidən 150-yə çatandan sonra ütümüz sönür. Kontaktlar bir-birindən aralanır, ütü sönür. Yenidən soyuyur, soyuyandan sonra bir də kontaktlar qapanır, yenə bir də gəlir. Məsəl üçün 2 dəqiqədən bir ütümüz yanır, sönür, yanır, sönür. Məsafə azdır çünki. Amma məsafəni bura qoysaq, bunu buradan 300 dərəcə eləsək məsələn, məsafə çoxdur. Bu bura gələnə kimi tutaq ki, 5 dəqiqəyə qızacaq. Məsələn, 5 dəqiqəyə qızdısa, 5 dəqiqədən bir ütü yanacaq, sönəcək, yanacaq, sönəcək. Burada onu nəzərdə tutmuş olurlar. Baxırıq təhlükəsizlik qaydalarına. İşə başlamazdan əvvəl şnurun sazlığını yoxlayırıq. Rezin və taxtalıq üzərində dayanırıq. Bu 5-də də 6-da da qeyd olunan təhlükəsizlik qaydalarıdır. Siniflərdən yəni. Quru əllə cərəyan mənbəyini qoşmaq lazımdır. Daha sonra ütünü altlıq üzərinə qoyuruq fasilələrdə, şnura toxunmuruq. Daha sonra parçanın növünə uyğun olaraq deməli dərəcələrə diqqət etmək lazımdır. Ütünü nəzarətsiz saxlamaq olmaz. Bu yanğına gətirib çıxara bilər. Ütünün altının təmiz olmasına deməli nəzarət etməliyik ki, parçanın üzərində rahat sürüşsün, ütüləməmiz keyfiyyətli alınsın. Buna görə də ütünü vaxtaşırı təmizləmək lazımdır. İndi gəldik əsas məsələyə, ütünün təmizlənmə qaydaları. Deməli, ütünün altının çirklənməsinin qarşısını almaq üçün onu hər istifadədən sonra nəm əski ilə silirik. Nə etdik? Hər istifadə edəndən sonra nəm əski ilə silmək məsləhət görülür. Ütünün altını xüsusi karandaşın köməyi ilə təmizləyirlər. Karandaş nəyi təmizləyir? Ərb, parça lifi və kraxmal. Karandaş, kraxmal sözləri ilə deməli burada yadda saxlayırıq. Ərb, parça lifi və kraxmaldan təmizləyir nə? Karandaş. Ütüdə deməli lazım olan temperatura qədər qızdırılır və karandaş onun alt səthinə çəkilir. Sonra əskinin köməyi ilə silinib təmizlənir. Əgər deməli istifadə edilən karandaşın tərkibində deməli heç bir zərərli maddə yoxdur və tam təhlükəsiz hesab olunur. Bu karandaşla təmizlədiyimizdə karandaşla ərb, parça lifi və kraxmalı deməli təmizlədik. Pak sözü ilə yadda saxlayırıq. Pak. Deməli parça lifi deməli pək oldu bu. Olsun, belə olsun nəysə. Deməli təmizləyirik. Baxırıq sonra deməli başqa nə ilə təmizləmək olar? Kağız vərəqin masanın üstünə səririk, onun üzərinə xörək duzu tökürük. Bu zaman isə duza parafin yonqarı əlavə edirik ki, maksimum nəticə deməli əldə edək. Nə etdik? Başqa üsulla təmizləyiriksə
duz. Duza nə əlavə eləyirik? Parafin yonğarı. Yenə ütünü temperaturunu qızdırırıq. Yüksək dərəcəyə qədər bu duza sürtürük. Bəs parafin nədir? Parafin neftdən alınan muma oxşar ağ maddədir. Duza nə qatdıq? Parafin yonğarı. Bunu yadda saxlayın. Bu testlərdə çox qarşımıza çıxacaq məqamlardır. Sonra ütünün altını cod su, kraxmaldan yaranan nazik sarı ərb qatı ilə deməli, sarı ərb qatını nə ilə təmizlədik? Sarı ərb qatını sirkə ilə, sarı ərb qatını sirkə ilə təmizlədik və sirkə hopdurulmuş əski və pambıqla təmizləmək olar. Sirkənin təmizləmə effektini artırmaq üçün ona nə əlavə eləyirik? Naşatır spirti. Bəs duzun yükünü artırmaq üçün deməli, nə əlavə etmişdik? Onu da deyək, duza isə parafin yonğarı. Əgər ütünün altı çox çirklidirsə, bu zaman məhlul parçaya hopdurulur və ütülənir. Ütünün altını kibrit qutusunun da köməyi ilə təmizləmək olar. Kibrit isə kükürt zolağı kəsilib çıxarılır və ütünün altına sürtülür. Bu zaman ütü bir qədər qızdırılır. Yəni, hamısını da əvvəlcə istilədirik, daha sonra isə ütüləmə deməli növlərindən, daha doğrusu təmizləmə növlərindən istifadə edirik. Bəs nə ilə təmizləmək olmaz? Bıçaq və sumbata kağızı ilə ütünün altını təmizləmək olmaz. Bu mövzumuz da bu qədər.